Gün ağlayacaq. İndi də bu günləri Azərbaycandan və Türkiyədən dost olaraq bizə rəçətə yazmayın. Sözü açıq deyil. Millətin orada varlığından deyil. Deyirlər ki, İsrail gəldi, Təbrizi vurur. Təbrizdə kimsəni öldürmür. Təbrizdə hər şeyin yeri bəllidir. Amma onu görürsən bu günləri İsrail 2 nəfəri, 3 nəfəri vuracaq, salacaq, öldürəcək. Bu Təbrizdə yüzlərcə qızı bu rejim zorlayanında görmədinmi? Bu Təbrizdə bu demək ki, Xumeyni və Məmmərzatar ağaçlarını qaldıranda görmədinmi? Və indi o demək ki, hər gün belə zindanlarda olur, görmürsünüzmü? O Türk deyilmi? Hə? Və nə demirsiniz? Nədən qorxursunuz? Pul var, silah var, bu millətdə var. Savaşda elan eləmirsən və insan haqları demirsiniz. Və buyurun da bu da insan haqları. Da 40 milyonunda orada insan haqları var. Və ruhun şad olsun. Biz bu yolda gedirik. Və bilirik ki, tapşırdığın o yolu gedirik. Elçibəy deməklə, tək boşuna Elçibəy deməklə olmaz. Türlücü undasan, Azərbaycanı undasan, demokrasini istəməyəsən, bundan sonra insan haqlarını deməyəsən, qadın haqqını deməyəsən, elə deyəsən Elçibəy və dövləti düşünməyəsən, ondan sonra yenə də Elçibəy deyəsən, xaçləmə, xaçləmə. Tanrı sizləri qorusun, bəyin ruhu şad olsun, yolumuz davamlıdır və indi dünən axşamdan Amerika, Trump gedirdi lahiyə, bir istifadə orada ateşkəs elan elədi. Amma hələ indi başlayır İran adlanan yerdə qəza o qədər. Təşəkkür edirəm. Əziz xanımlar, dəyərli bəylər, hər vaxtınız xeyir olsun. Və bu İsa bəy lazımlı sözləri dedi. Bu günləri biz Azərbaycanın quzeyində və Türkiyədə çətinliklər ki, çəkirik. Bu gedən fırtına ki, yaranıb bir yaxın doğu projesi deyilən məsələdə bizim projemiz var. Yəni, yönetimlərdə bürokratlar deyirlər, ay yaxın doğu projesi gəlir, filan kəslər gəlir, başqa adam belə deyib. Bizim öz projemiz var. Bu, Türk projesidir və Azərbaycan projesidir, bütün Azərbaycan projesidir. Düzdür, bu günləri mənim arzularım o qədər boy verməz ki, deyək ki, Şaş Əbülfəz Elçibəy bu gün həyatda olaydı, amma iddia həyatdadır. Bugün həyatda olsaydı, İsrail dövləti hansı başqa keçmiş usul idarəsinə, şahsılıq usul idarəsinə aslanmazdı. Və yaxud Trump demək ki, İran adlanan yerdə başqa alternativ axtara bilməzdi. Burada Türk fenomeni var. O bizim demək ki, soydaşlarımız, yönetimdə olanlar ki, Türk dövlətləri, Türk birlici deyirdilər, o bugün meydana çıxmalıydı. Demək ki, vardı, Anglo-Saksonlar, ondan sonra Ortodokslar, Nəcmi, Ərəb dünyası, hər kəs öz yerində öz işini görür. Elə bir qaranlıq, üç bucaq, o Bermuda, üç bucağı kimin Türk dünyası yoxdur burada. Bu 300 milyondan aşağı yuxarı yoxdur burada və Azərbaycan demək ki, Əbülfəz Elçibəy həyatında olsaydı, belə bu günləri İsrail gedib başqa yerdə özünə qoluna qolaq axtarmazdı. Baxmayaraq buraki Azərbaycan məsələsində bunu mən demirəm, bunu Tehran rejimində dünən İsrail gün rəsmi televizyonlarında deyir. Nə qədər bunların demək ki, nazını çəkirlər, demək ki, bunlar hər zaman o yerlərində dayanıblar. Onların Azərbaycana və Türkiyəyə qarşı, bütövlükə qarşı münasibətləri bəllidir. Gözlərini yumanlar, qulaqlarını tutanlar və yaxud klan şəxsi ondan sonra yönetim mənafelerini üstün tutanlardır ki, bunların əməllərini örtbasdır edirlər. Amma yeri gələndə ağızları asılanda bilirlər ki, bəli, onlar nağayırıb, bunlar nağayırıb. Amma indiki dönəmdə demək ki, sosial internasyonalizm ya irtizacı qüvvələr dini məzhəbi istismar edənlərin dövrü deyil. Getmədi bir yerə. İstər ki, Tehran rejimi kullandı, dini məzhəbi bir yerə çata bilmədi və başqaları da bu bölgədə rol oynaya bilmədilər. Əbülfəz Elçibəy iddiası ilə qanat açanda Balkanlara dək, Doğu Türkistanı, Şülli Anadolu'nu, Şülli bu bölgenin hamısını etkisi altına o iddia almışdı. Nəyi var idi əlində? Pul yoxdu, para yoxdu, ordu da bəlliydi. Rusun törəmələri idilər və göründülər kimlər idilər. Və bu gündə bu dövlətçilik hələ bunlardan demək ki, ağrı acı çəkir. Amma məsələ budur, bu günləri bir boşluq əmələ gəlib. 12 gündür Tehran rejimi 3 saat bundan önünə kəmin İran adlanan yeri şumləyirdi. Şumləyirdi dünən gecə dahi heç belə tarixdə olmayan 2002-ci savaşdan sonra Tehranı şumləyirdi. Trump da Trump'dır. 5 saat bir dəqiqə belə danışır, bir saatdan sonra belə danışır. Oyun qururlar, özləri qurub, özləri edirlər. Amma burada 40 milyon Türk, İran adlanan yerin genəlində çoxunluğu təşkil edən Türk. Kiçik qruplar vaxtıyla millətlərin inqilabı ilə İran adlanan yerdən
didərcins düşmüş və qulağından demək ki, Amerika tutub aparan o şahsılıq usul idarəsinin adamını bu günləri bəzəyib, düzəyirlər ki, gətirir. Siz qələt edirsiniz, Azərbaycana gətirirsiniz. Bu millət Türk millətidir. Bunun iddiası var. Bir də adam var idi ki, deyəndə haray Türkəm, elə bu məzarlıqda da çəkinirdilər. Aman deyə onu qaldırma. Nə olacaq ki? Türk deyirik də və Azərbaycanın güneyində bu millət Türk deyil. Türk deyil, Türkəm deyil. Və yol bəllidir. Və bu millət bu günləri, bu 12 gündə başına bomba da yağsa, ayrı deyil. Bu savaş, Türk millətinin savaşı deyildi. Ay çıxırlar, Türkiyədə də deyirlər, İsrail gələcək, Türkiyəni vuracaq. Onda sən Türkiyəni tanımırsan. Baxmayaraq ki, hansı krosloda oturursan. Türkiyə Cumhuriyyəti dövlətini tanımırsan sən. Oturursan, hara gələcək İsrail? Nəyə gələcək İsrail? İsraili, əgər haqq var, ədalət var. Biz İsrail aşığı deyirik, düşmanı da deyirik, Yahud millətinin düşmanı deyirik. Amma kim gedirsə, birini qurtdalayırsa, onun zəncirini açırsa, özünə tərəf çəkirsə, dənizə tökmək istəyirsə, biz Türk olaraq hər zaman bunu bizə yapışdırıblar. Ay gələcəklər, pan-türkistlər gəlirlər, qorxun filan eləyin. Heç vaxt belə olmayıb, başqa bir millətə qarşı hər şey göz qabağında olmamışıq. Amma salıblar təsvəni boyunlarından gətiriblər, bizə qarşı küçüldüblər. Bu günlərdə Moskva, bu gün də yerində oturur. Qarabağ problemi hələ bitməyib, ondan sonra hərəsi bir hava çalır. Tehran rejimi demək ki, dünən İsrail'a gəlib Azərbaycanı tutacaq. Ay Azərbaycan, İsrailin uçaqları Azərbaycandan benzin alıb gəlirlər. Və siz kimsiniz? Siz də edibsiz. Onda demək ki, bizim yönetimdə olanlar, dövlətdə olanlar, o bürokratları da bir dili açılmalıdır da. Yox, aman deyir, İran adlanan yer böyük dövlətdir. Kim sənə deyir ki, casus göndər? Kim sənə deyir ki, silah göndər? Narkotika göndərəcəksənmi? Onlar hamısını onlar eləyirlər. Demir ki, düşmanlıq elə. Amma o yerə gətirib çatdırma ki, səfiricini basır, sərhəddini pozur, qoşun çəkib gətirir, bir günlə də yaz olmaz. Aynən bizdən oranın prezident seçdilər. Elə Türk olanın biri də, o demək Genelkurmay Başkanı idi, gəldi dayandı Araz kənarda, dedi 4000 füzə Bakıya indirərik. İsrail gəldi, ədalətlərdən vurdu, öldürdü xuzunda. Bakıya füzə indirəcəkmiş. Yəni bu günləri biz kimsədən istəmirik, savaşa girək. Amma Əbülfəz Elçibəy qoyan o iddia var. Bütün Azərbaycan. Əbülfəz Elçibəy az zaman içində kiçik, ədəbi intibah içində olan Azərbaycanın güneyini siyasi, milli müstəviyə çəkdi. Açıq milli demokratiya çəkdi. Solun ağzına çəkərək, irticaçıların ağzına çəkərək çəkdi milli demokratiya demək ki, çərçivəsinə. Bizə ki, hər zaman deyilir, amandır, Türk desin, o nələr ağzına, beyinlərinə gəlirdi. Alnı açıq deyil, biz Türkük. Amma milli demokratları aparırdılar bizi demək ki, nazistlərə, nə bilim, faşistlərə bağlayalar. Amma bu günləri görünür ki, bizim yolumuz da açıqdır bu adamın sayəsində. Əbülfəz Elçibəy həyatını qoydu, gücünü qoydu, cəsarətli adamıdır, qorxaq adam da deyildi. Dövlət üçün hər şey hazırdır verə. Deyildi, mənə lazımdır, öyle Kroslov, filan şey lazımdır, dövlət qalsın. Bu dövlətin üstündən kimsə keçə bilmir, keçə də bilməyəcək. Çünki özləri də təhlükəyə düşərlər. Bu dövlət vardır, sən də varsan. Yoxdursa, gedərsən başına o gələr ki, ən kiçiki Nərimanovun başına gələnlərdən gələr. Bizim yolumuz bəllidir. Məhəmməd Əmin bəy Rəsulzadə, Mustafa Kemal Atatürk və Əbülfəz Elçibəy İDA ölməz, İDA qalır və Azərbaycanın güneyində də bu günləri adı çəkilmirsə, və niyə adı çəkilmir? Ay demək ki, elə səni deyirlər, bir dənə mahnı yox, 2 dənə də qol vur futbaldan, amma o millətin o futbalda bir fikri var, onu çəhd edən. Nədən qorxursunuz ki, televizyonlarda bir söhbət gedə? Götürürsünüz telefonları, aman diyor filan kəsi qoymayın danısın, o filan kəsi qoymayın danısın. Dövlət, millət arasında məsafə olmamalıdır. Baxın Tehran rejimin taleyinə, baxın İsraildən qorxmur deyə gecə gündüz barikaradaları düzəldi millətə qarşı. Xamenei də 20 gün bundan qabaq deyildi, qorxu millətdən deyə çıxarlar. İndi də qaçıb sıçan deşkinə. Yəni dövlət, millət arasında münasibət xoş deyil. Dövlət, millət münasibətləri arasında xoş olmalıdır 44 günlük savaş kimi. Sözün sonunda söyleyeyim. Azərbaycan da bu millət, bu Türk milləti, bu Azərbaycanlılar. Bunun bir dənə xarakterində, bunun zatında güneydə, quzeydə bir şey var. Deyirlər güneydəkilərin silahı yoxdur. Ondan sonra nə inəyəcəklər? Liderləri yoxdur. Kimin var bu güneydə lideri? Kimdir onu mənə göstərin. Sovet dönəmi kimin lider qoymuşdu? Qara Sovet dönəmində partiya var idi, qəzet var idi. Nə var idi? Hamısını məhv eləmişdi. İran adlanan yerdə də hamısını məhv eləyibdi. Gedib biri də xaricdə oturublar, çapıb o adamları deyirəm. Amma Azərbaycanın güneyində bir məsələ var, o da millət var.
Çıxanda da milyonlarca çıxır. Əbülfəz Elçibəy deyildi, bizim hərəkatımız hər zaman demokratik olub. Niyə? Səttarxanda da, Pişəvəridə də və hər zamanda və bu 30 il içində çıxanda yüz minlərcə çıxır. Yüz minlərcə çıxanda sən nə edəcəksən? Bir dənə tapanca çıxardacaqsa belə eləyəsən. Alarlar əlinə vurarlar ki, 3 həftə bundan öncə Urumiyədə gəldilər. PKK-dan, Nənpejaqdan, Mallalardan, yalandan əli deyənlərdən gəldilər Urumiyədə, Urumiyə Kurdistanə. Böyle az zaman içində yüz minlərcə millət çıxdı, xanımlar, əziz xanımlar, dəyərli bəylərimiz çıxdılar boş əlinə. PJAK da qaçdı, PKK da qaçdı, Malla da qaçdı, at da qaçdı, it da qaçdı. Hamısı millət çoxunluqda çıxdı. Azərbaycanın güneyində də millət demək millətdən qorxurlar. Və son sözüm budur. Cənab yönetimdə olanlar, Ankara'da və Bakıda olanlar, bu millətdən qorxmayın. Bu millətdən qorxmayın və kimsələrdə söz verib öhdəlik götürməyin ki, Azərbaycanın güneyində olan o milləti biz əlimizin altında saxlayarıq. Küçük şeylərlə, məmurcığazlarla yox, dövlətlərin projesi olmalıdır. O millət sənləndirsə, ona görə ki, dövlətə görədir. Bu millətin ruhunda olan, bu quzeydə olan kimsə sabahları orada o millət milyonlarca hərəkətə keçəcək və üzü bir yana gəlsə, Elçibəyi ziyarətə gələndə bunu min dəfələrlə demişəm. Şimdi Azərbaycanda çıxacaq, sərhəddə dayanacaq, deyəcək sizə güllə atıram, gəlmir. Bu Azərbaycanın kiçik parçasıdır. O böyük Azərbaycandır. Rus çalmışdı əlimizdən, şərəfli, cəsarətli, döyüşkən millətimiz Azərbaycanın quzeyində Rusun ağzından saldı. Bu əjdərin əlinin vəlinin malı deyil. Böyük Azərbaycanın kiçik parçasıdır və bütün Azərbaycan iddiası da aynen gələcək ki, deyirlər, gedin hələ siz Azərbaycanda güneydə gözləyin, başınızı aşağı salın, biz hər şeyi fikirləşirik. O komünistlərin oyunu idi. Gedin başınızı aşağı salın, fəhləlik eləyin, səsi çıxmasın. Komünist partiyası hər şeyi fikirləşib. Berjinevdə heç bilməydi, hara-haradır, qıçıya tərəfə gedir, başıya tərəfə gedir. Deyir, onlar bizə nə gün ağlayacaq? İndi də bu günləri Azərbaycandan və Türkiyədən dost olaraq bizə rəçətə yazmayın. Sözü açıq deyim, millətin orada varlığından deyim. Deyirlər ki, İsrail gəldi, Təbrizi vurur. Təbrizdə kimsəni öldürməyir. Təbrizdə hər şeyin yeri bəllidir. Amma onu görürsən bu günləri, İsrail 2 nəfəri, 3 nəfəri vuracaq, salacaq, öldürəcək. Bu Təbrizdə yüzlərcə qızı bu rejim zorlayanında görmədinmi? Bu Təbrizdə bu demək ki, Xumeyni və Məmmərzatar ağaçların qaldıranda görmədinmi? Və indi o demək ki, hər gün belə zindanları dolur, görmürsünüzmü? O Türk deyilmi? Hə? Və nə demirsiniz? Nədən qorxursunuz? Pul var, silah var, bu millətdə var. Savaşda elam eləmirsən və insan haqları demirsiniz. Və buyurun da bu da insan haqları da 40 milyonunda orada insan haqları var. Və ruhun şad olsun. Biz bu yolda gedirik. Və bilirik ki, tapşırdığın o yolu gedirik. Elçibəy deməklə, tək boşuna Elçibəy deməklə olmaz. Türlücü undasan, Azərbaycanı undasan, demokrasini istəməyəsən, bundan sonra insan haqlarını deməyəsən, qadın haqqını deməyəsən, elə deyəsən Elçibəy və dövləti düşünməyəsən, ondan sonra desən ki, nədir Elçibəy deyəsən, xaçləmə. Tanrı sizləri qorusun, bəyin ruhu şad olsun, yolumuz davamlıdır və indi dünən axşamdan Amerika, Trumpla gedirdi lahiyə, bir istifadə orada ateşkəs elam elədi. Amma hələ indi başlayır İran adlanan yerdə qəza o qədər. Təşəkkür edirəm.